Cavid müəllim, bir ailəyə himayəyə verilmiş uşaqların sayı 3 nəfərdən artıq ola bilər. Əgər bacı qardaşdırlarsa ola bilər. Bizim üçün bacı qardaşların sayı deyil, onların emosional bütövlüyü vacibdir. Gəliri olmayan şəxslər də himayədar valideyn ola bilərlər. Əgər qohumdurlarsa da, uşaq da o şəxsə qarşı doğmalıq hiss edirsə, ola bilər. Maddi sabitlik uşağa təməl ehtiyaclarının qarşılandığı güvənlidir və onun beyni sağ qalmaq instinktindən inkişaf mərhələsinə keçir. Şəxs istənilən yaşda himayədar valideyn ola bilər. Ola bilməz. Valideynlik uşaqla birlikdə çıxılan dinamik bir inkişaf səfəridir və valideynin yaşı və təcrübəsi uşağın hər yaşa uyğun olaraq öz emosional hisslərini və kəşflərini qarşılamağa imkan verməlidir və bu yaş uşağın inkişafına xidmət etməlidir. Sağlamlıq vəziyyətində problem olan şəxslər də himayəyə uşaq götürə bilər. Belə bir uşaqların daim onları dəstəkləyən, onlara çatacaq valideynlərə ehtiyacı var. Əgər valideynin sağlamlığı onun özünə qayğı göstərməyə imkan vermirsə, təbii ki, bu qiymətləndirmədə nəzərə alınacaq. Əvvəllər məhkum olunmuş şəxslər himayədar ailə ola bilməzlər. Burada cavab bir mənalı deyil. Baxın, biz uşaqlara nə vəd veririk? Biz vəd veririk ki, onlara etik, stabil, mənəvi saf bir ekosistem vəd edirik və bu ekosistem uşağın bütün travmalarını sağaltmalıdır. Əgər bir şəxsin keçmiş tarixçəsində bunu zədələyə biləcək məhkumluq varsa və onun bugünkü davranışını da şərtləndirirsə, o zaman bu məsələlər qiymətləndirmə prosesində mütəxəssislər tərəfindən nəzərə keçirilməlidir. Himayədar ailə uşağı övladlığa da götürə bilər. Bu uşağın həqiqətən də xilasıdır. Çünki o uşaq artıq mən ailəyə aidəm hissini tam yaşamış olur və həmin andan da sağalmağa başlayır. Təşəkkür edirəm Cavid müəllim. Siz sağ olun.